Hamınızı salamlayıram dostlar. Mən Yılmaz. Gördüyünüz kimi burada dəyişim videomu paylaşdım. Yəni TikTokda da paylaşdım. Hamınız soruşurdunuz ki, necə eləmisən, necə oldu? YouTube'da videosu nə zaman gələcək? Mən də demişdim, müəyyən qədər abunələrimizin sayı artdıqdan sonra video izlənməsi gəlməsi üçün. Ancaq dedim paylaşım, hər kəs görsün ki, necə etmişəm. İlkin olaraq yemək. Yeməyinizə diqqət eləməlisiniz. Yeməyinizə, məşqinizə, yatmanıza, su içmənizə, yediyiniz şeyin yağ faizinə, şirniyyatlar yeməməlisiniz. Çörəyi demək olar ki, 95% həyatınızdan çıxarmalısınız. 5% niyə deyirəm? Qara çörəkdən istifadə eləmək olar. Gündə 25-50 qram arası. O da ki, çox köksünüzsə və yaxud da həqiqətən də məqsədiniz ciddidirsə, mənim kimi ciddi bir dəyişim eləmək istəyirsinizsə, yəni ilk 8-10 gün mən heç yeməmişdim. Burada da baxın, bir həftə sonrası bir həftəyə belə 8 gün olmalı idi. Tam bir həftə yox. Videonun nə zaman çəkildiyini dəqiq bilmədiyim üçün belə qoymuşam. 8-ci mi 10-cu mu günümdür burada. Hətta 9 da ola bilər. Bu qədər dəyişim olub. Yəni sizlər də özünüzü dəyişdirmək üçün yəni ilk olaraq oturuşunuzu, duruşunuzu, yeməyinizi, qidanızı, yəni hər şeyinizi dəyişdirməlisiniz. Yəni o görünüş eləcə dəyişmir. Onlayn şəkildə öyrənmək istəyənlər TikTokdan, Instagramdan və ya başqa bir yerdən mənə şəxsdə yaza bilər, amma ödənişli şəkildə öyrədirəm sizlərə yemək proqramı, məşq proqramı bildiyim qədəri. Mənim nəticəm də göz qabağımdadır. Öz təcrübələrimi sizlərlə paylaşıb sizlərin də bilməyini və özünüzü rahat bir şəkildə dəyişdirməyinizi istəyirəm. Baxın, burada da hardasa bir 18-17 gün olar. Qarında demək olar ki, piy qalmayıb. Press çox qəşəng bir şəkildə görünür. Hətta indi yemək yemişəm, indikindən belə qəşəng göründü. Əməlli başlı irəliləyiş olub burada da. Bir də fikir verin, qolumu sıxdığımda presim görünmürdü ilk videoda. Çünki qarında yağ olduğuna görə pres çıxmırdı. Qabağa dururdu hətta qarnım. Qarın arxaya yığılıb, qolu sıxarkən presdə görünür və qolumu sıxarkən qolum daha yaxşı görünür. Oradakı yağlar müəyyən qədər azaldığına görə olan əzələ də rahat şəkildə çıxır. Siz məsəl üçün ən azı öz kilonuzu 1,5-ə vuraraq gündəlik protein ehtiyacınızı öyrənə bilərsiniz. Məsəl üçün 60 kilosuzsa onu vurursunuz 1,5-ə, ən çox da 2-yə vurmalısınız. Sizin demək ki, gündəlik protein miqdarınız 90 qramdır. 90 qram da demirəm, gedin onu protein tozundan alın. Onu gedib məsəl üçün yumurtadan ala bilərsiniz, ətdən ala bilərsiniz. Başa düşdünüz hər halda nə deyirəm? Yəni yeməklərdən almalısınız o proteini, o kalori miqdarını. Gündəlik də yəni açıq buraxmalısınız, kalori açığı. Kalori açığını da öyrənmək üçün müraciət edə bilərsiniz. Yəni bildiyim hər şeyi öyrədərəm özümün elədiyim bu sürətdə. Sizin də fikirləriniz həqiqətən də mənim üçün maraqlıdır. Kim görsə yorumlara yazsın. Yəni nə düşünürsünüz bu haqqda? Əslində sadə bir şeydirmi, yoxsa çox çətin bir şeymi bacarmışam? Diyeta bitib artıq məndə. Dünən səhərdən artıq dietanı bitirmişəm və əzələmi müəyyən qədər gücləndirmək, artırmaq istəyirəm. Artıq yağlardan xilas oldum. Formumun zirvəsi, baxın burada formun zirvəsi presdə tam sərbəst şəkildə, hətta sağ qolumun üstündə damar belə çıxıb. Bu da cheat day günü yediyim zərərli yemək, yağlı. Özü də çörəklə yemişdim. Yəni cheat day həftədə və yaxud da 10 gündən bir dəfə istədiyinizi yemə günüdür. Amma mən sadəcə axşam yemişdim. Baxın, burada da bol proteinli və sağlam yemək. Bütün yeməklərimin hamısının, yəni bütün deyəndə, yəni bəzən çəkdiklərimin şəkillərini diyeta zamanı qoymuşam bura. Burada da salatdır. Salatın da tarifini verə bilərəm. İstəsəz yorumlara yazarsınız. Yumurtadır, zeytun yağı ilə. Məsləhətlidir. Zeytun yağı ilə eləsəz daha yaxşı olar. Orada da ətdir, çolpa budur, 2 yumurta, 1 xiyar. O da çox gözəl bir axşam və yaxud da günorta yeməyi kimi istifadə oluna bilər. Orada da şordur, qatıqdır, xiyardır, yumurtadır gördüyünüz kimi. Yəni həqiqətən də hamısı çox sağlam və məsləhətlidir. Burada biraz ətim az olmuşdu, amma bu özü də bol proteinlidir. 3 dənə yumurta var. Bir yumurtada təxminən 6 qram protein olduğuna görə orada 18 qram, hətta 25 qrama qədər ondan da çox protein var. Beləliklə dostlar, yepyeni videolarda görüşmək üzrə. Özünüzə çox yaxşı baxın.